tutduğumuz bu mil sümüyü adlanır. Latın dilində radiusdur. Said nahiyəsinin, yəni antebrachial nahiyəsinin bayır tərəfində yerləşən bir sümükdür. Bu şəkildə bayır tərəfində yerləşən bir sümükdür. Çünki içəri tərəfində dirsək sümüyü yerləşir və bunlar bu şəkildə birləşib Said nahiyəsinin sümüklərini əmələ gətirirlər. Hər ikisi uzun boylu sümüklərə aiddir. Hər ikisinin proksimal ucu, distal ucu var. Deməli, biz indi mil sümüyünün quruluşu haqqında danışaq. Mil sümüyünün proksimal ucunda mil başı yerləşir. Kaput radi yerləşir. Mil başının üzərində dairəli oynaq səth, sirkumfleksiya articularis vardır. Mil başından aşağıda mil qabarıqlığı, tuberositas radi yerləşir. Ondan aşağıda isə bunun cismi vardır. Cismin üzərində 3 səth və 3 kənar müəyyən olunur. Bunlar hansılardır? Ön səth, bu əgər əlimizdəkini doğru şəkildə tutsaq, əlimizdəki sağ tərəfindir. Ona görə də bunun səth və kənarları bu şəkildə müəyyən olunur. Ön səth facies anterior, arxa səth facies posterior və bayır səth facies lateralis. Bu səthlərin arasında kənarlar yerləşir. Ön kənar margo anterior, içəri kənar margo medialis və ya bu dirsək sümüyü ilə birləşdiyinə görə, digər sümüyə baxdığına görə, bunun sümüyə arası kənarda deyilir margo interosterior və arxa kənar margo posterior. Distal ucuna gəldikdə isə mil sümüyünün bayır tərəfində bizə bənzər çıxıntı var, processus styloideus adlanır. İçəri tərəfində isə dirsək sümüyü ilə birləşməyə məxsus oyma yerləşir, insura ulnaris adlanır. Aşağı səthində bilək sümüklərində birləşməyə məxsus oynaq səth vardır. Facies articularis carpalis adlanır.